Pensiya kapitalından istifadə məsələsi uzun illərdir cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə də vətəndaşların pensiya fonduna topladığı vəsaitdən müəyyən hallarda istifadə edə bilməməsi müxtəlif suallar doğurur. Bir çox insan hesab edir ki, illərlə işləyərək topladığı vəsaitə yalnız pensiya yaşına çatdıqdan sonra çıxış əldə etmək bəzi hallarda çətinlik yaradır. Mövzu ilə bağlı müxtəlif vətəndaşlar öz fikirlərini bölüşürlər. Onların sözlərinə görə bəzi insanlar uzun illər əmək fəaliyyəti ilə məşğul olur, pensiya hesablarında müəyyən məbləğ formalaşdırır. Lakin həyatın gözlənilməz hadisələri zamanı həmin vəsaitdən istifadə edə bilmirlər. Xüsusilə ağır xəstəlik, təcili müalicə ehtiyacı, yaşayış şəraitinin yaxşılaşdırılması və digər mühüm ehtiyaclar zamanı vətəndaşlar pensiya kapitalından müəyyən hissənin istifadə üçün açıq olmasının faydalı ola biləcəyini düşünürlər. Müzakirələr zamanı tez-tez səsləndirilən fikirlərdən biri də vətəndaşın öz hesabında toplanmış vəsait üzərində daha geniş imkanlara malik olması ilə bağlıdır. Bəzi insanlar hesab edir ki, müəyyən şərtlər daxilində həmin vəsaitdən istifadə etmək hüququnun yaradılması həm sosial rifaha, həm də ailələrin maliyyə yükünün azalmasına kömək edə bilər. Digər tərəfdən bu məsələyə fərqli yanaşmalar da mövcuddur. Mütəxəssislər bildirirlər ki, pensiya sisteminin əsas məqsədi vətəndaşın yaşlılıq dövründə sosial təminatını qorumaqdır. Bu səbəbdən pensiya kapitalının vaxtından əvvəl istifadəsi gələcəkdə vətəndaşın pensiya təminatına təsir göstərə bilər. Məhz buna görə də belə qərarlar qəbul edilərkən həm vətəndaşın cari ehtiyacları, həm də gələcək sosial təminatı nəzərə alınmalıdır. Mövzu ilə bağlı aparılan müzakirələr göstərir ki, cəmiyyətin müxtəlif təbəqələri bu məsələyə böyük maraq göstərir. Bir çox insan hesab edir ki, müəyyən xüsusi hallarda pensiya kapitalından istifadə mexanizmlərinin yaradılması faydalı ola bilər. Digərləri isə pensiya fondlarının əsas məqsədinin gələcək təminat olduğunu vurğulayaraq, mövcud sistemin qorunmasının vacibliyini qeyd edirlər. İqtisadçılar bildirirlər ki, dünyanın müxtəlif ölkələrində bu sahədə fərqli təcrübələr mövcuddur. Bəzi ölkələrdə müəyyən şərtlərlə pensiya yığımlarından istifadə imkanı verilir. Digər ölkələrdə isə vəsait yalnız pensiya yaşına çatdıqdan sonra əldə edilə bilir. Bu səbəbdən mövzu ilə bağlı mümkün dəyişikliklər müzakirə edilərkən beynəlxalq təcrübənin də öyrənilməsi vacib hesab olunur. Hazırda pensiya kapitalından istifadə imkanları ilə bağlı məsələ ictimai maraq doğuran mövzular sırasında qalmaqdadır. Gələcəkdə bu istiqamətdə hansı qərarların veriləcəyi və mümkün dəyişikliklərin olub-olmayacağı maraqla izlənilir. Vətəndaşlar isə hesab edirlər ki, həm onların cari ehtiyacları, həm də gələcək sosial təminatları arasında balansın qorunması vacibdir. Mövzu ilə bağlı bütün yenilikləri və rəsmi açıqlamaları izləmək üçün kanalımıza abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərhlərdə paylaşmağı unutmayın. Sizcə, vətəndaşlara müəyyən hallarda öz pensiya kapitalından istifadə imkanı verilməlidirmi? Fikirlərinizi şərhlərdə qeyd edə bilərsiniz.